Salamlar. Bu videoda biz həm tələbələri, həm də müəllimləri maraqlandıran, onların daha çox suallar verdiyi dil tədrisi zamanı istifadə olunan dərs vəsaitləri və kitablardan danışacağıq. Ümumiyyətlə ingilis dili tədrisi zamanı bu tip kitablar üçün ən etibarlı mənbə Cambridge University Press, Cambridge Universitetinin nəşriyyatının buraxdığı dərs vəsaitləri və kitablar hesab edilir. Bunu biz video seriyalar şəklində etməyi planlayırıq. Bu ilk videomuzu isə sırf söz öyrənmə, söz bazasının inkişafı üçün istifadə olunan, öz təsdiqini tapmış keyfiyyətli dərs vəsaitlərindən danışacağıq. Videonun növbəti hissələrində həmin dərs vəsaitlərini haqqında bir-bir detallı məlumatlar verəcəyik. İzləmədə qalın. Belə ki, ilk kitabımız English Vocabulary in Use seriyasıdır. Bu seriyaya 4 kitab daxildir. Ümumilikdə 5 səviyyə, elementarydən başlayaraq advanced səviyyəyə qədər olan ümumi ingilis dili sözləri bu kitabda cəmlənib. Əgər siz söz bazanızı sistematik şəkildə səviyyələr üzrə inkişaf etdirmək istəyirsinizsə, bu kitab çox faydalıdır. Növbəti kitabımız Oxford Word Skills-dir. Bu da bir əvvəlki qeyd etdiyimiz kitabla eynilik təşkil edir. Ümumi ingilis dili öyrənənlər üçün çox faydalı bir kitabdır. Seriyaya ümumilikdə aşağı, orta və yuxarı səviyyə olmaqla 3 kitab daxildir. Bu şəkildə gördüyünüz 4 kitab isə ilk haqqında bəhs etdiyim Vocabulary in Use kitabının spesifik nəşrləridir. Cambridge nəşriyyatının kitablarıdır. Hər biri kifayət qədər samballı kitablardır. İlk gördüyünüz kitab English Pronunciation in Use, tələffüz vərdişlərinin inkişafı üçündür. Növbəti kitab Phrasal Verbs in Use, ingilis dilinin frazeoloji feillərini öyrənmək üçün nəzərdə tutulub. Növbəti kitab English Collocations in Use, çox faydalı, bizim də kursda, dərslərimizdə istifadə etdiyimiz kitablar siyahısına daxildir. İngilis dilində collocationlar, yəni söz birləşmələr şəklində olan ifadələrin öyrənilməsi üçün çox faydalı bir kitabdır. Növbəti kitab English Idioms in Use kitabıdır. İngilis dilində bilirsiniz ki, idiomatik ifadələr kifayət qədər yayğındır və bunlar da bir toplu halında həmin kitabda cəmlənib. Bu seriyadan olan kitablar səviyyələr üzrə verilib, lakin bunlarda cəmi 2 səviyyə olur. Intermediate səviyyə olur və advanced səviyyə olur. Bunlardan bir də qeyd edirəm, xüsusilə English Collocations in Use kitabı, xüsusilə IELTS bu tip imtahanlara hazırlaşan tələbələrin söz bazasının möhkəmləndirilməsi üçün kifayət qədər faydalıdır və sınaqdan keçmiş bir kitabdır. Bu şəkildə gördüyünüz kitablar isə akademik imtahanlara hazırlaşan tələbələr üçün nəzərdə tutulmuşdur. Belə ki, IELTS və digər bu kimi akademik imtahanlarda istifadə olunan əsas akademik söz bazası bu kitablarda toplanmışdır. Bunlar arasından mənim tövsiyə edə biləcəyim kitab isə birinci şəkildə gördüyünüz Cambridge nəşriyyatına məxsus Vocabulary for IELTS kitabıdır. Çünki IELTS sözü də Cambridge əsaslı bir imtahan olduğu üçün həmin nəşriyyatın buraxdığı spesifik kitablarla hazırlaşmaq daha məqsədə uyğun olur. Son olaraq onu deyim ki, bu kitablardan biz özümüz də kursda, dərslərimizdə aktiv şəkildə istifadə edirik və faydasını görmüşük deyə sizinlə paylaşdıq. Əgər sizlərdən hər hansısa birinizin bu kitablara ehtiyacınız varsa, şərh bölməsində kitabın adını yazmaqla onun elektron versiyasını bizdən asanlıqla əldə edə bilərsiniz.